Nergis xanım yenə. Yenə Nergis xanım. Görürsünüz nə gözəl. İstəyirəm mənim keçirdiyim hissləri, yaşadıqlarımı siz də mənimlə bərabər yaşayasınız. Hamısı sizə olan məhəbbətdəndir. Allah hamd olsun. Bilsəz nə qədər adamın ürəyi şad olur. Mənim ümumiyyətlə dənizdə ən çox sevdiyim vaxt günəşin batmaq vaxtıdır. Bir də günəşin çıxma vaxtıdır. Ən çox sevdiyim vaxt. Günəşin çıxmaq vaxtını şıxıqda göstərmişdim sizə. Amma günəşin batmasınısa bu tərəflərdə göstərirəm. Hamısı Xəzərin sahilindədir əslində. Yəni mən həkim olaraq mən də sizlərdən biriyəm. Elə bir böyük imkan sahibi deyiləm ki, haralarda gəzim. Bahalı kurortlarda istirahət edeyim. Mən də Xəzərin sahilindəyəm və o ilə də fəxr edirəm ki, sizlərdən biriyəm. Mən həmişə istəmişəm ki, olduğum kimi görünüm. Burada da mənim izləyicilərimdən mənimlə rastlaşanlar oldu və deyirlər sizi izləyirdik. Deyirəm, indi siz məni həyatda gördünüz, necə başa düşdünüz? Mən həmin adamamı, yoxsa fərqli adamam? Dedilər, eynənsiz, hətta olduğunuzdan da, göründüyünüzdən də biraz da sadə, belə mehriban, düzdür, dəliqanlılığım var, boynuma alıram, xəsiyyətim çətindir. Amma ki, dənizin gözəlliyinə, səsinə siz də qulaq asın. İnanın Allaha, bu bir möcüzədir. Bəli, nənəni çimizdirdim, qəşəng, apardım, yedizdirdim, otuzdurdum həyətdə. Özüm bir də gəlmişəm günəşin batmağına baxım. İstəyirəm siz də mənimlə onu yaşayasınız. Eyni vaxtda, eyni yerdə. Artıq iyun ayı qutarır. Yayın demək olar 3-dən 1-i keçir. 3-dən 2-si qalır. Havalar bu il biraz çaşdırdı hamını. Ona görə də ay hələ hava qızmayıb deyib evdə oturmayın. İstifadə eləyin yaydan, dənizdən. Düzün deyim, biraz narahat qaldım mən bu dəfə. Nəyə görə? Elə bil ki, çirkab sular dənizə axma artıb. Hər addımdan başı bir turbadır. Hər addımdan başı bir turbadır və naməlum etiologiyalı suları axıdırlar dənizə. Bilirəm, mənim izləyicilərim arasında çox vacib insanlar var. Mən onu sınamışam dəfələrlə. Və arxayınam ki, bu dediyim sözü də kimsə eşidəcək. Mən çox istəyərdim ki, biraz ona nəzarət olunsun. Çünki bildiyiniz kimi bu dənizin bilirsiniz hansı hissəsidir? Buzovnadır bura. Buzovna, buzbar deyirlər belə. Buzbar kimi tanınır əsas. Amma ki, buzovnadır. Buzovnanın bu çimərliyi, suyu o qədər təmiz olurdu, o qədər. Düzdür, o bulanılır, boş şeydir. Məlum məsələdir ki, dalğadan əmələ gəlir, yosunzad. O mənə niqruzdir. Amma mənə əsas maraqlı gələn oldu ki, mən həddindən artıq çox qazılıb, gələn turbalar çox görürəm, borular çox görürəm, yollar açılıb, hardansa axıb gələn çirkab sular var. Xəzərimizi niyə çiklendiririk axı? Axı bu bizimdir. Bunu bizdən heç kəs olan deyil. Niyə onu çiklendiririk? Mən çox istəyərdim ki, bu işə baxan orqanlar gəlib bu buzovnada da bir reyd keçirsinlər. Çox istəyərdim, həddindən artıq. Gəlsəniz sizə çox minnətlər olaram. Çünki mən buzovnanın dənizini, çimərliyini çox sevirəm. Baxın, günəş yavaş-yavaş batır. Baxın. Aha, görsənmir. Aha. Hələ ki batmayıb, görürsünüz, gəlib lap dirənib. Baxın belə. Bu dənizin bu səsinə qulaq asmaq özü bir möcüzədir. İnanın Allaha. Bu dənizin çimərliyin, yerinin quruluşu da biraz başqa cür olur. Elə bir ki, ha vaxt ki çirkab sular çox axılır dənizə,
Onda dənizin elə bil ki, ayağı ki qoyursan torpağın üstünə. Baxın mən necə qoymuşam. Onda torpaq bataqlıq kimi ayaq batmır yerə. Elə bil ki, bərk olur, torpaq kimi olur. Amma indi elə bil ki, o çirkab sular axan, çirkab sular içində də lil gətirir. O lil çökür suyun dibinə və nəticədə düzdür, mən bəlkə nəyisə bilmirəm. Hər halda bu işlə məşğul olan instansiyalar daha yaxşı bilirlər. Baxın, istəsəz bir ikisini çəkə də bilərəm sizə. Hazır canlı yayımda qoy göstərim. Baxın, araşdırın, görün. Baxın, onlar nədir? Çirkab sulardır. Bəlkə mən yanılıram. Bəlkə mən nəyisə bilmirəm. Bəlkə nəyisə araşdırmaq lazımdır. Mən bilmədiyim şeylər var. Baxın, çimərli ilə belə gedir. Baxın, bu dəniz, bu çimərlik, bir də deyirəm, buzovnadır. Buz bar deyilən bir yer. Bax, gəlirsən çimərli ilə, baxırsan ki, dəniz. Bax, indi fikir verin. Çirkab su olmağın bir də bilsiz nədən bilirəm. Bu sular gələn yerdən qağayılar çox olur. Çünki oradan çirkab suların içində gələn şeylər balıqları cəlb eləyir və balıqlar gəlirlər onları yeməyə və qağayılar bura gəlir. Mən ondan bilirəm. Baxın. Bax, bu nədir indi? Baxın, o boru nədir? Xahiş edirəm, bir də mənə izah edin. Bəlkə mən nəyisə bilmirəm. Baxın, tökülür dənizə və qağayılar gəlir buralarda fırlanır. Bulvardakı kimi. Biraz o işlərdən narahatam. Elə bil ki, biraz, nə bilim, bəlkə mən nəyisə bilmirəm. Hamısı normal sulardır. Bəlkə yoxlanılır, təmizlənir. Nə bilim, bəlkə elə adicə, məsələn, bu sahildə çimən insanların yaxalandığı sudu gəlir, tökülür. Adi sudur da, orada bir qorxulu şey yoxdur. Amma məsələn, tualet suları, kanalizasiya suları olsa, onlar bir balaca düzgün olur da. Bəlkə yalan deyirəm. Bəlkə nəyisə bilmirəm. Məni düzəliş edeyim. Günəşimiz də yavaş yenir. Baxın. Anamdan gizli gəlmişəm. Bir dəstəyə qoşulub gəlmişəm sahilə. İndi başqa bir xanımlar gəlib deyir, hanım mama, deyirəm mama qoymuşam, gəlmişəm. Qorxuram indi gəlib mamaya deyərlər ki, Nərgiz dənizdə. O da olar dəli. Bizim millət biraz xəbərçidir axı, bilirsinizsə əgər. Xəbər eləmək həvəskarıyıq, gördüyümüzü. Daha nəysə dəqiqləşdirmək, demək olar, olmazı bilmirik. Biraz eləyik. Biraz sakit durun, siz dənizin səsinə qulaq asın. Hamısı şəkil çəkdirirlər, baxın. Kızlar hamısı şəkil çəkdirirlər. En güzel şeydir də dənizdə gün batmaq. En güzel. Mən ondan aldığım zövqü heç nədən almıram, inanın. Axşamımız bir daha xeyir. Kim hardadır, nə işlə məşğuldur, yazıları görmürəm, yoxsa oxuyardım. İnanın Allaha görmürəm. Bir dənə mikrofon alacağım, taxım yaxama. Siz mənim səsimi eşitmirsiniz hərdən, küləyin səsindən. Mən belə blogerəm də. bloger, belə bloger. Hələ belə, yalancı. Tüm blogerlər hamısı reklamla məşğuldur, pul kazanırlar. Mən blogeriyimsə elə belə. Həsta marağa, sizlərdən ünsiyyətə. Biləsiniz ki, belə bir insan var, hardasa yaşayır.
Öpürəm hamınızı. Güneş artık batır. Bakın bir dəfə də göstərim, sizdən sağollaşıram. Sağ olun, sağlıqla qalın.